Əgər övladınız aqressiya göstərirsə, bu əsla tərbiyəsizlik demək deyildir. Çünki aqressiya ifadə olunmayan hisslərin göstəricisidir. Əgər övladınız qışqırırsa, vurursa, qapını çırpırsa, bu onun pis olduğu anlamına gəlmir. Əksinə, içində daşıdığı hissləri necə biruzə verə bilməyəcəyi üçündür. Burada ən vacib məqam valideynin bu davranışa verdiyi reaksiyadır. Valideyn qışqırırsa, vəziyyəti daha da alovlandırır. Valideyn təhdid edirsə, uşaq özünə qapanır. Valideyn anlayırsa, bax o zaman uşaq sakitləşməyə başlayır. Əlbəttə ki, biz valideyn olaraq çox zaman vəziyyəti alovlandırmağa yox, söndürməyə çalışırıq. Amma onların hisslərini görmədiyimiz üçün davranışlarımız başqa cür ola bilir. Gəlin aqressiyaya aqressiya ilə yox, öz mövqeyimizi qoruyaraq, qorxutmadan, münasibətləri qırmadan, sərhəd qoyaraq cavab verək. Bax o zaman övladlarımızın ən gözəl tərəflərini görəcəyik.